Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının başı sağ olsun, Azərbaycan xalqının, sənət sevərlərin başı sağ olsun. Biz Əminə xanımın mədəniyyəti ilə, onun tələffüsü ilə böyüdük. Bu şeirləri bəlkə şairlərin özündən, müəlliflərin özündən daha təsirli çatdıra bilirdi oxuculara, tamaşaçılara, dinləyicilərə. Əminə xanım belə fikirləşəm ki, geri dolmayacaq bir qüvvə idi bizim mədəniyyətimiz üçün, ədəbiyyatımız üçün. Mən ilk dəfə Azərbaycan Dövlət Televiziyasına gələndə 40 il bundan əvvəl idi və mən həyətdə Əminə xanımı görmüşdüm. Çox heyranlıqla ona baxırdım. Çünki o özü də bilmədən bizim tələffüsümüzü formalaşdıran bir insan idi. O özü də bilmədən bizə ədəbiyyat müəlliməsi olan bir insan idi. Başımız sağ olsun, yeri dolmayacaq bir istedadı, bir böyük bir qüvvəni biz bitirdik. Yenə deyirəm, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının başı sağ olsun.